وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli cəmaat, aləmlərin Rəbbi olan Allaha sonsuz həmdü sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhli beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Allah Teala'nın müvəffəqiyyəti, onun yardımı və köməkliyi ilə böyük İslam alimi İbn-i Qudəmə Əl-Məqdisi Rahiməhullahın Lum'atul İ'tiqad Əl-Hadi ilə Səbil-i-Rəşad kitabını oxumağa davam edirik. Görkəmli alim Şeyx Salih İbn Fovzan Əl-Fovzan Hafizahullahın şərhi, izahı ilə. Keçən dərsimizdə biz təvilin mənasını öyrəndik. Təvil, yəni təfsir etmək. Mənanı bəyan edib açıqlamaq. Mənanı bəyan edib açıqlamaq, onu şərh edib izah etmək. Təvilin mənası bax budur. Sonra onun iki qisminin mənasını öyrəndi. Birinci qism ma'rifətul mə'nə, mənanı bilmək. İkinci qism isə ma'rifətul haqiqəti vəl keyfiyyə, həqiqəti və keyfiyyəti necəliyə bilmək. Birinci qismi mənanı, təfsiri, izahı bilmək, bunu alimlər və elm əhli bilirlər. İkinci qism həqiqəti və keyfiyyəti bilmək isə bunu aləmlərin Rəbbi olan uzaq Allahdan başqa heç kim bilmir, xəbərdar deyil, elmi yoxdur. Bugün üçüncü məna, hansı ki kəlam alimlərinin, bidət və zəlalət əhlinin təvilə vermiş olduğu məna haqqında öyrənəcəyik. Şeyx Salih Əl-Fovzan Hafizəhullah deyir ki, Hunəkə mə'nən thəlithun li təvili muhdəthun əhdəthəhu uləməul kələmi vəl mantiq. Üçüncü bir məna var ki, təvil üçün deyilən, kəlam və məntiq alimləri özlərindən çıxardıb bunu icad ediblər. Onlar deyirlər ki, təvil sarful lafzi an zahirihi ilə mə'nən əxara bidəlilin yəqtərinu bidəlikə bizə'mihim. Ləfsi öz zahirindən çıxardıb başqa bir mənaya istiqamətləndirmək, yönləndirmək, ona yaxın olan bir dəlil ilə. Əlbəttə, bu onların iddiasıdır. وَلَا أَصْلُ لِهَذَا التَّأْوِيلِ فِي كِتَابِ اللّٰهِ وَلَا فِي سُنَّةِ رَسُولِ اللّٰهِ sallallahu aleyhi və səlləm. Bu mənaya dəlalət edən Uca Allahın kitabında Rasul sallallahu aleyhi və səlləmin səhih sünnəsində heç bir asıl, əsas yoxdur. İnnəmə huvə istilahun astalahuhu. Bu yalnız onların qoymuş olduğu qaydadır, istilahdır. Lizəlikə yuəvvilunəl yed bil qudrə. Ona görə onlar Allahın əl sifətini qüdrət olaraq təvil edirlər. Yuəvvilunəl vəcəhə bizzəti. Üz sifətini zat olaraq təvil edirlər. Yuəvvilunəl rəhmə bi iradətil in'ami. Onun rəhmət sifətini nemət vermək, istəmək olaraq təvil edirlər. Yuəvvilunəl qadaba bi iradətil intiqami. Qəzəb sifətini intiqam almaq kimi yozub məna verirlər. Vəl-nuzulə vəl-məciə biməci'i əmrihi və nuzulu əmrihi. Allahın enməsi, Allahın gəlməsini isə onun əmrinin gəlməsi yaxud da onun əmrinin enməsi kimi yozub özlərindən məna verirlər. Beləcə onlar ləfzi
öz təfsirindən, öz mənasından başqa bir mənaya, başqa bir şərhə çevirirlər və bunlar qınanılan təvili, yəni İslamda bidət olan, heç bir əsli əsası olmayan, özlərinin icat etmiş olduğu təvili edirlər. Bizlər öyrəndik, düzgün təvil mənanı bilmək, onun təfsirin, onun izahını bilmək. Bu da Allah Taala'nın kitabında var və sələflər də buna əsasən təvilə, təfsir mənasını verib, mənanı açıqlamaq, izah etmək, bəyan etmək üçün başa düşüb əməl etmişdir. Lakin qəlblərində xəstəlik olanlar, bidət və zəlalət əhli, onlar mütəşabihləri götürürlər və onu möhkəmlərə qaytarmırlar və mütəşabihlərə götürüb möhkəmləri tərk edirlər və deyirlər ki, biz Qur'anla hökm veririk, Qur'anla əməl edirik. Halbuki mütəşabih ayələri götürən zaman insan onu mütləq möhkəm ayələrə qaytarmalıdır ki, mənasını və izahını başa düşüb, dərk etsin. Mütəşabih ayələri götürürlər və möhkəm, mənası açıq olan ayələri tərk edirlər. Sonra da deyirlər ki, biz Qur'anla dəlil getiririk. Bunların ən başında gəlir xavariclər. Xavariclər böyük günah sahiblərin təkfir etmək üçün Qur'an-ı Kərimdən bir neçə ayələri gətirirlər, digər möhkəm və izahı açıq olan ayələrə qaytarmadan. Deyirlər ki, وَمَنْ يَعْصِ اللّٰهَ وَرَسُولَهُ فَإِنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِد۪ينَ ف۪يهَا əbədə. Kim Allaha və onun elçisinə asi olarsa, həqiqətən də o şəxs əbədiyyən cəhənnəm odunda qalacaqdır. Əl-Cin surəsi 23-cü ayə. Bu ayəni dəlil gətirərək deyirlər ki, bu ayə asi olan şəxsin kafir olmağına və əbədiyyən cəhənnəm odunda qalmağına dəlalət edir. Asi olan, günahkar olan şəxs kafirdir və əbədiyyən cəhənnəm odunda qalacaqdır. Bu ayəni dəlil gətirir. Halbuki əgər onlar bu ayəni aşağıda qeyd etdiyimiz ayələrə qaytarıb, o ayələrə müraciət etsəydilər, yəni Qur'an-ı Kərimin bir qismini götürüb o biri qismini tərk etmək əvəzinə Qur'an-ı Kərimi bütövlükdə götürsəydilər, başa düşərlərdi ki, burada asilik insanı heç də kafir edibindən çıxartmır. Əbədiyyən ona cəhənnəm alovu yoxdur. Allah Teala buyurur: "İnnallaha la yaghfiru en yushraka bihi ve yaghfiru ma dun zalika limen yasha." Allah Teala özünə şərik qoşulmasın bağışlamır. Lakin şirkdən aşağı günahları istədiyi kəsə keçib bağışlayır. Bu ayəyə qaytarsaydılar başa düşərlərdi ki, yəni heç də sünnəyə asi olmaq və yaxud da insanın günah etməsi onu əbədi cəhənnəmdə etmir. İnsanı əbədi cəhənnəmdə saxlayan yalnız bilə-bilə Allaha şərik qoşmaqdır. İnsanın bilə-bilə Allaha şərik qoşması, şirkində israr edib, tövbə etmədən bu dünyadan köçüb getməsi. Ən-Nisa surəsi 48-ci ayəyə qayıtmaq. Həmçinin Ən-Nisa surəti 31-ci ayəyə qaytarmaq. Allah Teala buyurur: "İn tectenibu kebaira ma tunhauna anhu nukaffir ankum seyyiatikum ve nudkhilkum mudkhalan kabira." Əgər siz böyük günahları tərk edib ondan uzaqlaşsanız, biz sizin günahlarınızı, kiçik günahlarınızı bağışlayar və sizi hörmətli bir yerə, yəni cənnətə daxil edərdik. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü: "La terci'u ba'di kuffaran yadribu ba'dukum riqabe ba'din." Məndən sonra kafirlər olmağa qayıtmayın. Bir-birinizin boynunu vuran kafirlər kimi olmayın. Bütün bu ayələr onu göstərir ki, insanın asi olması, günahkar olması onu heç də dindən çıxardıb kafir etmir və o şəxs əbədiyyən cəhənnəm odunda qalmır. Qiyamət günü Allahın istəyi altındadır. Necə ki, uca Allah buyurur: "İnnallaha la yaghfiru en yushraka bihi ve yaghfiru ma dun zalika limen yasha." Allah Teala həqiqətən şirki bağışlamır, yeganə bağışlamadığı günah budur. Ən pis, ən xəbis günah, lakin şirkdən aşağı günahları istədiyinə bağışlayır.
Sonra Allah Taala'nın bir ayəsini dəlil gətirirlər və adam öldürəni bu şəkildə təkfir edib dindən çıxardır. Xavariclər. Bu deyirlər ki, Ən-Nisa surəsi 93-cü ayədə Allah Taala buyurur: "Və men yaqtul mu'minen muta'ammidən fecezauhu cehennem xalidan fiha." Kim bilərək bir mömini öldürərsə, onun cəzası əbədiyyən cəhənnəmdə qalmaqdır. Və bu ayə əsasən adam öldürən şəxsi, qatili təkfir edib dindən çıxardırlar. Halbuki, əgər onlar bu ayəni aşağıda qeyd edəcəyimiz ayələrə qaytarsaydılar, başa düşərlərdi ki, adam öldürən şəxs hər nə qədər böyük cinayət, günah etmiş olsa da, o iman dairəsindən çıxıb kafir olmur. Allah Teala buyurur: "Və in taifatan minel mu'minin iqtatalu fa'aslihu beynehuma." Əgər möminlərdən iki tayfa bir-biri ilə vuruşsalar, onların arasını barışdırın. Burada mömin kişini öldürən mömin kişidir. İman əhlidir. Allah Subhanahu Taala həm öləni, həm öldürəni mömin adlandırdı. Onların arasını barışdırın. Allah Taala buyurur: "İnnemel mu'minun ihvetun feaslihu beyne ahavaykum." Həqiqətən də möminlər qardaşdırlar. Onların arasını barışdırıb onları düzəldin. Hucurat surəsi 9-10-cu ayələr. Allah Teala burada bir-biri ilə döyüşən, biri digərini öldürən şəxsinə adlandırdı, səmməhum mu'mininə, möminlər adlandırdı. Həm vuranı, həm vurulanı, həm öldürəni, həm öldürüləni mömin adlandırdı. Və hum yuqatiluna, baxmayaraq ki, onlar bir-birlərə döyüşürdülər, hər ikisini də mömin adlandırdı. Və əmərəhum bil istilah beynəhum. Allah Teala onların arasında sülhü əmr etdi, barışığı əmr etdi. Və cealehum min ixvatina, və onları bir-birlərinin qardaşları adlandırdı. Baxmayaraq ki, onlar bir-birləri ilə döyüşüb müharibə edirdilər. Bu dəlalət edir ki, qatil bilərək adam öldürən şəxs kafir deyildir və İslam dairəsindən çıxmır. Və Allah Subhanahu Taala qisası zikr edəndə, yəni öldürən şəxsdən qisas almağı zikr edəndə buyurur ki, فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخِيهِ. Əgər qatil qardaşını əff edib bağışlasa, əgər qatil qardaşını əff edib bağışlasa, yəni öldürəni əff edib bağışlasa, Allah Subhanahu Taala burada demək, qatili nə adlandırdı, öldürəni nə adlandırdı? Əxi, qardaş adlandırdı. Bu da onu görür ki, ölənlə öldürülən əslində qardaşdırlar. Ölənlə öldürən əslində dində qardaşdırlar. Baxmayaraq ki, böyük bir zülüm eləyib, böyük bir günah eləyib, lakin o qatili İslam dairəsindən çıxartmır. Həm öldürən, həm də öldürən əslində imanda qardaşdır. Və Allah Teala buyurur: "İnnemel mu'minun ihvetun." Həqiqətən də möminlər qardaşdırlar. Ona görə xavariclər və zəlalət əhli həmməşə Quranın bir tərəfini götürüb qalan tərəflərini tərk edib uzaqlaşdırırlar. Allah Teala burada xalidən fihə, əbədiyyən qalacaq dedikdə, yəni çox uzun bir müddət qalacaq, amma sonsuza qədər qalmayacaq. Uzun müddət cəhənnəmdə etmiş olduğu günahın əzabını çəkəcək. Qiyamət günü şirkdən qeyri günahlar Allahın istəyi altındadır. Allah Teala istəsə rəhməti ilə hökm edib onu bağışlayıb cənnətə qoyacaq, istəsə ədaləti ilə hökm edib onu cəhənnəmdə yandıracaq. Uzun müddət. Xalidən muxallədən fiyhə. Mənası yəni uzun müddət. Sələflər bunu belə başa düşüblər. Quran və sünnənin hamısını götürərək. Amma əbədiyyən cəhənnəm yalnız bir günaha görür. Ən pis, ən xəbis günah olan şirk. Allahla yanaşı kiməsə ibadət etmək və ya da Allahdan başqa kiməsə ibadət etmək əbədiyyən cəhənnəm məhz o şəxslərə vardır. Bidət və zəlalət əhli demək, Quran-ı Kərimdən və ya sünnədən dəlil gətirən zaman özlərinə sərf edən tərəfi götürürlər və özlərinin haqq əhlinə göstərirlər ki, sanki bunlar dəlil söyləyirlər. Yəni dəlillə hərəkət edir. Halbuki bu nədir? Doğru deyildir və Quran-ı Kərimdən və sünnədən mütəşabih olan, yəni mənası hamı tərəfindən başa düşülməyən, təfsirə izahı ehtiyac olan ayələri və hədisləri götürürlər və Quranın digər
mənası açıq aydın, rahatca bilinən ayələrin həmsinin Peyğəmbər s.ə.v-in sünnəsini tərk edirlər, o mütəşabihləri möhkəmlərə qaytarmırlar. İki şey üçün. Bir fitnə fəsad çıxartmaq, bir də insanları dindən soyudub, o ayələri, o hədisləri özləri istədiyi kimi təfsir edib, şərh etmək üçün. İnsanlar bu zaman dində şək şübhəyə düşürlər. Şək şübhəyə düşürlər. Necə ola bilər ki? Allah Teala qatili cəhənnəmdə yandıracaq, asi olanı cəhənnəmdə yandıracaq, filan cəməli cəhənnəmdə yanır, filan cəməli, bəs onda kim qaldı? Günah eləməyən insan mı var? Asilik eləməyən insan mı var? İnsanların təsəvvüründə Allah Subhanahu Taala elə asilik eləsən sənə cəhənnəm odu var. Günah eləsən, xata eləsən sənə əzab var. O şəkildə var. İstədikləri kimi təfsir etmək üçün. Və insanları dindən soyutmaq üçün hətta dəlil gətirirlər ki, bax biz Quran-ı Kərimlə hökm veririk və hədislərlə hökm veririk. Ən doğrusu isə onlar nə Quranla hökm verirlər, nə də Peyğəmbər s.ə.v-in sünnəsi ilə hökm verir. Çünki onların bu şəkildə hökm vermələri doğru və düzgün deyildir. Əksinə onlar Nassın, sünnənin bir hissəsini kəsirlər. Birini o birindən kəsirlər və görürsən ki, ayələrin bir hissəsini götürüb o bir hissəsini tərk edirlər. Və yaxud da bir ayəni götürürlər, 3 ayəni tərk edirlər. Allah Teala buyurur ki: وَيَقْتَعُونَ مَا أَمَرَ اللّٰهُ بِهِ أَنْ يُوصَلْ. Onlar Allahın birləşdirməsini əmr etdiyi şeyi kəsirlər. Birləşdirməsi əmr etdiyi şeyi kəsirlər. İnşallah burada kifayətlənəyin. Allah Subhanahu Teala bizləri eşidib başa düşüb faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Təkcə xavariclər yox, hətta digər bidət əhli görürsən ki, açıq, aydın, mənası bilinən ayələri, hədisləri tərk edirlər, özlərinə sərf edən Quranda və sünnədə nəsə tapsalar, onu götürürlər və deyirlər ki, bax bizim dəlilimiz budur. Halbuki Allah Teala həmin mövzu haqqında o qədər açıq, aydın ayələr söyləyib ki, və sənin dəlil gətirdiyin o ayəni də o açıq aydın mənası bilinən ayələrə qaytarsaq görərik ki, onların hamısı elə doğru, elə haqq olana dəlalət edir, göstərir. Allah Teala bizləri eşidib başa düşüb, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Bizləri Quran və sünnəni bütövlükdə götürüb əməl edən və özümüzə sərf eləyəni götürüb, özümüzə sərf eləməyəni tərk edən Yahudi və digərləri kimi etməsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.